kobud desəm pul axınının 40% Azərbaycanda olsa, məncə biz Türkiyədən qat-qat yuxarıda olarıq. Bugün Qarabağ 12 milyon manat hardasa Kamilo Durandan gəlir əldə edir. Necə ki Qarabağ Sabaha motivasiya vermişdi. Sabah forması da kiməsə aşağıda motivasiya verməlidir ki, mən də eləyə bilərəm. Bəli. Əgər bir addım irəli keçməyə imkanınız var idisə, o da olmayacaq. Bütün Azərbaycan futbolu bir komanda kimi çalışmalıdır. Məbləğlər də təxminən razılaşdırılmışdı. Sadəcə oyunçu müəyyən nüanslara görə gəlmədi. Bu da üzücü tərəfidir. Kim deyir ki, məsələn bizdə klublar var ki, oyuncu satmaqla dolanırlar. Mən məsəl üçün bir oyunçumu gətirirəm, üstündən bir il keçəndən sonra 5 qatına satıram, 6 qatına satıram. Bu ilin problemi deyil. Bu illərdə olan problemdir və bizim azarkeş nəticə olan yerə gedir. Salam dəyərli izləyicilər. Topal podkastının növbəti buraxılışında xoş gördük sizləri. Azərbaycan futbolu inkişaf mərhələsindədir. Klublarımız artıq Avropa oyunlarında daha çox çıxış edir, transferlərdə milyonlardan danışırıq və sosial media futbolun içərisindədir. Bu gün biz bu mövzunu Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayevlə müzakirə edəcəyik. Qeyd edim ki, Sənan Abdullayev həm futbol mediasında, həm də futbol idarəçiliyində olan və bu sahələri yaxından tanıyan bir şəxsdir. Sənan müəllim, xoş gəlmisiniz. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz, bizimlə bu podkastda iştirak elədiniz. Təşəkkür edirəm mən öz adıma. Sizə də uğurlar arzulayıram. Baxırıq, sizin kimi gənclərin bu sahədə diqqət göstərməsi, çalışması bizim üçün həddindən xoşdur. İnşallah ümid edirəm ki, maraqlı bir podkast təqdim edərik. Biz də inanırıq ki, maraqlı olacaq bugünkü podkastımız. İstəyirəm elə ondan başlayaq ki, elə dəyişiklikdən danışdıq ki, siz də uzun illərdir Azərbaycanda idman mediasında çalışmısınız və hal-hazırda idarəçilikdəsiniz. Yəni siz əsas dəyişiklikləri nədə görürsünüz Azərbaycan futbolunda? Belə deyək, bu verilişin mən düşünürəm ki, bir daha təkrar edirəm, maraqlı olacağına ümid edirəm. Biraz çalışacağam həm rəsmi tərəfdən, həm də sizin həmkar tərəfdən. Çünki mən hardasa 4 ildir də Peşəkar Futbol Liqasında çalışıram. Ondan əvvəl uzun müddət jurnalistika sahəsində və televiziya idman sahəsində çalışmışam. İnkişaf barədə təbii ki, çox deməli, amma mən çalışacağam özümün içində olduğum dönəm əsasında danışım. Çünki daha səlis məlumat vermiş ola bilərəm, amma əlavələrimi də jurnalistika sahəsindən etməyə çalışacağam. İnkişaf prosesi danışdıqda ümumiyyətlə yanaşma hansı tərzdədirsə, məsələn bizim tam inkişaf mərhələsi dediyimiz zaman böyük ölçüdə dünya çempionluğu, Avropa çempionluğu, məsələn Millətlər Liqasının qalibi olmaq səviyyəsində düşünürüksə, bu tamam başqa bir səviyyədir. Yəni tamam başqa bir səviyyədir, tamam başqa bir belə deyək dünyadır. Həmişə böyük xəyallar arzulardan başlayır. Biz də arzulayırıq. Yəni məsələn mənim çalışdığım dövrdə ən böyük arzum nə zamansa Azərbaycanda Çempionlar Liqasının himnini eşitməkdir. Mənim o telefonumun o Google yaddaşında deyirlər. O selfie indiyənə kimi durur. Yəni göz yaşlarına dolmuşdum ki, 2 dəfə Tofiq Bəhramov da Çempionlar Liqasının himnini səsləndirdi. Milyon adama təşəkkür eləmişəm də, bilmirəm Qarabağda kim oynayır, kim çalışır futbolda. Bu mənim uşaqlıq arzum idi. Yəni çünki biz Çempionlar Liqasının himnini belə dəhşət arzulayırdıq. Bu baxımdan düşünürüksə bəli, yəni inkişaf haqqında danışa bilərik. Artıq bizim müasir azarkeşlər üçün, hətta mən düşünürəm ki, sizin üçün də siz gəncsiniz, artıq Çempionlar Liqasının himni bir fərqli musiqi deyil. Yəni artıq Azərbaycanda rahatlıqla adiləşmisiniz, Tofiq Bəhramov və digər yerlərdə eşitmisiniz. Bu böyük xoşbəxtlikdir. İnşallah Sabah klubu da uğuru qazandı. Artıq yəni onların da sayəsində bu arada onları da təbrik edirəm. Həqiqətən böyük uğurdur. Çox sevindirici bir məqamdır. Eyni zamanda düşünürəm ki, Qarabağda artıq o qarşıdakı oyunda da və digər oyunlarda da yenidən toparlanacaq və növbəti Avropada yəni qələbələr davam edəcək və Azərbaycana xallar gətirəcək. Nüans nədən? Yenə deyirik, dünya çempionluğu, Avropa çempionluğu mərhələsini kənara qoyuruqsa, bu 4 illik dövrdə, bu dövrdə nəyi inkişaf saya bilərəm? Mən onu demək istəyirəm. Azərbaycan futbolundan bağlı təbii ki, əgər biz düşünürük, hər hansı bir ölkənin siması
Avrokuboklarda çıxış edən klublar və milli komandadır. Yəni ola bilər ki, siz də bilirsiniz, Avropada hansısa bir ölkənin klubları zəif çıxış edə bilər, millisi uğurlu ola bilər. Təbii ki, futbolçuların xaricdə oynaması nəticəsində və yaxud klubları çıxış edir, onların ətrafında heyətində çox legioner olur deyə millisi əksi olur. Ən bariz örnək İngiltərədir məsələn. Bəli, milli komanda olaraq demək olar böyük uğurları yoxdur amma son zamanlar istəyirsinizmi? Yəni onlar üçün də böyük zaman lazım oldu bu mərhələyə yenidən bərpa etmək üçün. Eyni məqamlara biz Almaniya yığması haqqında danışa bilərik də. Yəni Almaniya yığmasında bir dönəmdə onlar inqilab elədilər, hər şeydən imtina elədilər ki, artıq qurmaq lazımdır və qurdular və yeni dönəmlərdə gəldi Məsud Özil və digərləri dünya çempionluğunu qazandılar. Belə deyək, Azərbaycan futbolu ilə biz paralellik aparırıqsa, inkişaf nəyə deyirik? Peşəkar futbol liqası olaraq mən və yaxud orada çalışdığım dövrdə danışa bilərik ki, bizim inkişaf düşüncəmizi hansı proseslərlə, yəni hansı mərhələyə gələ bilirik, onu danışım. 4 il öncə hər hansı bir heyət qurulanda və mənim də daxil olduğum heyətdə düzü mənim ciddi şəkildə həyəcanım və tam belə deyim də bir qorxum da var idi ki, bu sahədə bəli mən futbolun içərisində yenə deyirəm həmişə stadionların içərisində olmuşam. Müxbir olaraq bütün stadionlarda ən ağır oyunlarda olmuşam və belə deyək də o gərginliyin içərisindən bilirdim, amma yenə də şübhəm var idi. Bu komanda olaraq mənim həmişə deyirəm, yəni məndən əvvəl qurulan komanda, məsələn öz sahəmizdə media marketinq üzrə danışırıqsa, yəni Aslan Şahgərdiyevin qurduğu bir komanda var idi. Müəyyən bir iş prinsipi var idi ki, yəni mənim işimi çox yüngülləşdirdi. Artıq müəyyən bir sistem var idi və o sistemin sadəcə qorunması üçün çalışmaq lazım. Bundan sonraki heyətdə və eyni zamanda biz Elgiz Abbasov da bilirsiniz hamı mediadan çıxıb. Elgiz Abbasov da mətbuatdan gəlmişdi və Elxan Səmədov təyin olunandan sonra bu komandaya dəyməməsi, bir növ o komanda üçün özünün bildiklərini də əlavə eləməsi və birlikdə çalışması bizim işimizi çox rahatlatdı. Yəni və biz hər hansı bir təklifi verəndə artıq qarşımızda futboldan anlayışı olan, futbolun çətinlikləri bilən bir adamla danışırdım. Bir də var tamam bu sahədən kənar bir adam olsaydı, mən düşünürəm ki, biz bu mərhələlərə gələ bilmərik. Çox çətinlik çəkərdik. Yəni biz çünki ötən dəfədə yəqin ki, o təqdim olunan dossiyedən də gördünüz və Azərbaycan çempionluğu məşqçilikdə A kateqoriyası, yəni hansı UEFA A kateqoriyası, futsal üzrə çempionluq, çimərlik futbol üzrə çempionluq, mini futbol, hətta basketbol üzrə çempionluq Azərbaycana VAR sistemini gətirilməsində önəmli rol oynayan şəxslərdən biridir. Bunları sadalamaqdan əlavə ümumiyyətlə yəni sizin dediklərinizi, sizin təqdim etdiyinizi çox uzun vaxt sərf etmədən sizə hansı bir yönünü göstərən bir adamla çalışdıq və bu bizə çox böyük üstünlük verdi. Vaxt qazandıq, rahatlıq qazandıq və qısa müddət sonra da AFFA İcra Komitəsinin qərarı ilə gördünüz 2-ci liqanın yaradılması baş verdi. Və mən yəqin ki, ilk mətbuat konfransında Aslan Şahgərdiyevin açıqlaması sizin yadınızda olar. Mən həm gülürdüm, həm də bəzən reallığı dedi ki, bu çempionata başlayırıq, amma siz çempionatda tək əlcəkli qapıcı, tək butsulu futbolçu görürsünüz, təəccüblənin. Biz görürdük, amma əslində bu bizi nəyi təqdim edirdi? Biz sanki 2-ci liqanı sıfırdan başlayırdıq. Və orada hər sürprizə hazır idik. Yəni hər bir şey baş verə bilər. Məsəl üçün komanda az gələ bilər, digərləri. Əsas məsələ nə idi? Bəzi bölgələrimiz var ki, onların komandalarının qurması və yaxud nail olması birdən-birə 1-ci liqa və Premyer Liqa üçün çox çətindir. Yəni mümkünsüzə yaxın idi. Amma onlar üçün yarım peşəkar deyilikdə elə bir şərait ki, burada oynayıb və görə bilsin. Nədənsə başlasınlar. Bəli, başlasınlar. Məsələn, biz düşünürəm ki, ən böyük qazanc ondan ibarət oldu ki, və bu gün üçün deyim, 2-ci liqada protokolların təqdim olunması, oyunçuların təqdim olunması artıq hər şey elektronlaşdırılır. Yəni həvəskar səviyyədən hansı mərhələdədir? Artıq hər şey bildiyiniz elə bir sistem var ki, üst-üstə keçməlisən. Və bunun nəticəsində adicə bir nüansı deyim. Bu gün Şəfa klubu 2-ci liqadan başladı, 2-ci liqadan 1-ci liqa, 1-ci liqadan Premyer Liqaya çıxış edir. Belə deyək, çətinliklər varmı? 100% var. Yəni bunu heç kim danmır və bu gün də var. Şükür Allaha ki, kobud ifadəçi üzr istəyirəm. Peşəkar futbol liqası indiyə kimi o mediasına baxan mən adamım və bizim heyətdə, istər rəhbərlikdə heç kim boğazdan yuxarı heç bir açıqlama verməyib. Niyə?
reallıqlarla danışdığınız zaman artıq insanlar da sizə inanmağa başlayır. Etibar Yəni gəlir baxır ki, siz belə deyək də hər bir şeyi mümkünsüzü qeyri-adi demirsiniz. Məsələn bu gün 2-ci liqadan danışırıq. Yenə deyirəm, çətinlikləri var, plan var, amma bu gün bizə 2-ci liqa, 1-ci liqadan əvəzedicilərin ayrılması, ayrıca bir səviyyəyə gəlməsi və Premyer Liqa ən əsası idman prinsiplərinin qorunması, hansı ki, siz də bilirsiniz ki, əvvəl çempionatdan demək olar düşən olmurdu. Bəli. Yəni hamı oynayırdı. Bizim dördü də var idi. Axırda yəni qalırdılar və o nəyə gətirirdi? Çempionatın axırında artıq son 2 yerin, 3 yerin sahibi sadəcə vaxt keçirməklə məşğul. Yəni onsa bilir ki, aşağı düşməyəcək öz çempion. Amma bu gün biz hansı mərhələyə baxırıq? Azərbaycan çempion olmuş Çxadadzenin komandası Qəbələ play-off oynayır. Bəli. Yəni və real deyim sizə, kənardan da göründü ki, Çxadadze rahat deyil. Yəni narahatdır. Bəli, əlbəttə. Yəni çox çətin də oyun oldu. Hər şey ola bilər. Məsələ budur. İnkişaf nəzərdə tutursunuzsa, mən bunları deyə bilərəm. Yəni bu prosesdən əlavə edirəm. Bütün əsasnamənin elə qurulması ki, artıq 2-ci liqa üçün ayrıca bir əsasnamənin qurulması, hansı ki, orada detallar və jurnalistlərə aid də, istər menecerlərə də aid, futbolçulara aid müəyyən bir detallar var ki, hərə öz sahəsini bildiyi zaman çox rahat olurlar. Yəni qarışıqlıqdan qaçırlar. Hə, bu detallar üzərindən oynadığınız zaman, yenə deyirəm, hər bir şeyin artıq müəyyən bir cizgi daxilində olması, mən düşünürəm ki, ən az Azərbaycan futbolu üçün bir inkişafdır. Və bu 4 ildə məncə siz də media olaraq da ən azından artıq müəyyən bir proseslərinizi bilirsiniz ki, hara müraciət etməlisiniz, harda çıxış edə bilərsiniz, hansı yerlərdə yer ala bilərsiniz, mətbuat konfransında hardadır, necə daxil ola bilər. Yəni biz bu mərhələni nəzərdə tutursa buna nail olmalıyıq. Yəni indi davamı deyək. Şəxsən bu son zamanların ən sevindirici məqamlarından biri mənim üçün təbii ki, birinci yerdə yenə deyirəm, artıq ikinci bir klubumuzun Çempionlar Liqasında oynamasıdır. Bu şübhəsizdir. Amma Camilo Duran və Malodanın transferi məsələsi. Ən başqa bir nüans deyim. Qəbələdən Ovusunun Qəbələ öz futbolçusunu satması və onun qarşılığında pul. Səbəncə Belçika klubuna getdi, yoxsa Slovakiya klubuna və normaldır desə məbləğ ödəyirlər. Baxın, mənə hərdən sosial şəbəkələrdə yazırlar, təbii ki, mən bunlara sayğı ilə yanaşıram. Gördüm yorumlarda menecerlər və biri belə bir ifadə işlətdilər ki, o transferlər Azərbaycan çempionatının səviyyəsini göstərmir, o menecerlər ona şey. Yaxşı, burada da sual çıxır ki, var bu ortaya. Niyə? İndiyə kimi o menecerlər var. Mən də onu demək istəyirəm. Təbii ki, Azərbaycan çempionatında üzr istəyirəm, sözünüzü kəsmək. Azərbaycan çempionatında məncə qəbul edirsiniz ki, ən az deməyim onlardan üstün, amma Camilo Duran səviyyəsində futbolçular olub. Hətta bəlkə də ondan da üstün futbolçular olub. Reynaldo ilə Qarabağdan Reynaldo çəkə bilərik. Yəni bombardirlərimiz də olub. Yəni indiyə kimi yaxşı bu menecerlər hardaydı? Mən onu demək istəyirəm. Baxın, bütün tənqidlərə kimsə deyə bilməz ki, Peşəkar Futbol Liqası tərəfindən kiməsə əstəğfurullah, yəni təhqir və yaxud da aciz bir şey etməmişik, etməyəcəyik. Məsələ nədir? Bu ifadələr sadəcə nüans göstərir. Dediyiniz kimi son nüanslar deyirsən. Camilo Duran və Maloda var ortada. Təbii ki, bu şəxslər Avrokuboklarda çıxış etdiyi, Camilo Duran Çempionlar Liqasında, Avropa Liqasında oynadığı buna şübhəm yoxdur. Amma Maloda bu futbolçular siz demiş, niyə dünənə kimi yox idi? Və niyə dünənə kimi transfer olunmadı? Səlam bəy, Maloda belə deyək də, birinci təslimat mərhələsində cəmi bir oyunda meydana çıxdı. O da heç çıxmasaydı ondan yaxşı idi. Həmin oyuna görə seçiblərsə əgər, mənə görə seçməzdilər. Amma mən yəni həm də çempionat bu baxın, Avrokubok maçları 2 həftədən bir olur da, maksimum tutaq ki, 1 həftədən bir. Yaxşıdır, bu məntiqlə belə çıxır ki, o adam bir həftə yatır dincəlir, bir həftədən sonra Avrokubokda oynayır və onu bəyənirlər. Elə bir proses yoxdur. Yoxdur. Yəni adam tempdə qalması üçün müəyyən proseslərə siz daha yaxşı bilərsiniz. İndi bu futbolu bilən adamlar da var ki, bir skautun futbolçunu izləmək üçün bir kluba görə ona maraq göstərir. Əlbəttə əvvəlcədən skaut göndərir və o skaut futbolçunun bir oyununu, 2 oyununu yox. Yəni onun sezon ərzində keçirdiyi oyunu çünki təkcə burada texnika qol vurmaq bacarığı deyil. Onun fiziki hazırlıq, sosial mediadakı fəaliyyətinə kimi hər şey izlənir. Hər şey izlənir və bir məsələ var ki, Camilo Duran, yəni məsələn meydana çıxırdı. Benfica'ya gol vururdu. Sonra gəldi ölkə çempionatında məsələn Şamaxıya qarşı oynayırdı. Ora gol vura bilmirdi. Yəni bu da izlənilirdi. Yəni bu çempionat da izlənilirdi. Bu hamımıza baxın. Qarabağ 8 ya 9 transfer etdi də. Demək olar ki, sistemin dəyişilməsi. İndi mən sual verirəm öz baxımımdan və deyirəm. Qarabağda bu dəyişiklik tək
həmin futbolçuların yaşından bağlı idimi və yaxud bitməsi ilə bağlı mən düşünmürəm. Yox, təşəkkür. Qurbanov fikirləşir ki, yeni sezon gəlir. Artıq mənim qarşımda Sabah var. Ən azı bir Sabah nümunəsi var. Hansı ki, ötən mövsüm məndən çempionluğu da alıb, kuboku da alıb. Qan təzələnməsi də belə. Bəli. Və bu həm Avrokubokla eyni şey Sabaha da aiddir. Sabahın daha bugün Dambrauskası gətirməsinin və müəyyən mərhələlərdən, fərqli məqsədlərdən gəlib Dambrauskas səviyyəsində dayanmasının səbəbi qarşısında Qarabağ kimi bir rəqibin olması idi. Neftçi kimi bir rəqibin olması idi. Turan kimi rəqiblərin olması idi. Mən həmişə dediyim bir ifadə var. Bunu heç bir kəsin yanında Azərbaycan çempionatı güclüdür, dəhşətlidir ifadəsini işlətməmişəm. Amma Azərbaycan çempionatı spesifikdir deyə işlədirəm. Nədir məsələ? Azərbaycan çempionatında Yuri Syomin Qəbələ ilə 3-cü yeri tuta bildi. Qəbələdən getdi, növbəti Lokomotivlə Rusiya çempionu oldu. Yuri Syominə kim zəif məşqçi deyə bilər? Mümkün deyil. Elə Sabahda Murad Musayev getdi Krasnodarla Rusiya çempionu oldu adam. Murad Musayevə kim zəif məşqçi deyə bilər? Mümkün deyil. Mümkün deyil. Sadəcə və sadəcə Azərbaycan çempionatı ağır çempionatdır. Gəlin Turanın baş məşqçisi Qurban Berdiyev. Qınamıram. Adam Barselona udmuş adamdır, Rusiyada oynamış adamdır. Turana baş məşqçi qoyublar. Bir anlıq düşünürəm ki, gəlmişəm Azərbaycan çempionatına, çox da ki Qarabağ var. Mən Barselona udmuş adamam və yaxud da Rusiyada oynamış adamam. Birinci mövsümündə adam başa düşdü ki, bura deyil. Sürət olmaya bilər. Nə bilim düşüncəsində aşağılıq ola bilər. Çətin liqadır. Amma ağırdır. Hətta zaman keçdikcə onun mətbuat konfransında verdiyi açıqlamalarında bu hiss olunurdu ki, artıq yavaş-yavaş çempionatın reallığını dərk edir. Bəli, daha doğrusu açıqlama verməməyə başlayır. Adam sadəcə çox savadlı adamdır, sayğılı adamdır. Adam başa düşdü ki, məsəl üçün əgər Turan Avrokuboklara düşmək istəyirsə, 1-0 udmaq super oyun oynamaqdan daha yaxşıdır. Bəli. Məsəl üçün Qarabağla heç eləmək və ya Qarabağ 1-0 udmaq daha məntiqlidir, daha ağırdır. Həqiqətən Azərbaycan liqası, Azərbaycan Super Liqasının, Premyer Liqasının nə qədər çətin olduğunu sübut eləyəcək əyani bir fakt. Qarabağ Şamaxıya nə qədər xal itirdi. Kəpəzə öz meydanında məğlub oldu. Qarabağda məhz çempionluqdan eləyən, Çempionlar Liqasının yolunu kəsən, məhz həmin o itirdiyi xallardır. Sabaha məğlubiyyətlər yox. Onları hesablasa bir 12 xaldan çox elə onlara xal itirdi. Yəni Alex Ferguson bir ifadəsi var. Dedi ki, güclüləri udmaq şərti ilə o çempion olmaq istəyirsənsə sən outside eləməlisən. Prosesdə nə yendirəm? Baxın, Vernidub, Qriqorçuk, bunlar çox yüksək səviyyəli mütəxəssislərdir. Kimsə, məsələn, Azərbaycanda uğursuz olub deyə bu gün kimsə ona deyəməz ki, sən zəif mütəxəssissən və yaxud da ki, amma bu mütəxəssislər də artıq siz demiş, mətbuat konfransında demir, tərif yağdırmasın. Deməsin, amma açıqlamasından hiss edirsən ki, başa düşməyə başlayıb ki, yox, orada xal varsa götürmək lazımdır. Heç xal varsa başqa yol yoxdur. Biz həmişə İngiltərə Premyer Liqasının örnəyi göstəririk ki, məsələn orada bilinmir də çempion komanda gəlib 6 edir, uduza bir falan. Amma məsələn keçən il gözümüzün qabağında Azərbaycan çempionatı oldu. Yazılsa Kəpəz Qarabağı uddu 1-0 hesabı ilə, hətta Qarabağın meydanında. Sonra getdi Karvanyevlaxa 4-0 uduzdu. Yəni əgər Azərbaycan çempionatı bu gün belə bu qədər maraq cəlb olunsa və mən bir şey demək istəyirəm ki, məsələn Azərbaycan çempionatı ötən mövsüm başa çatanda bir sıra jurnalist dostlarla biz aramızda söhbət eləyəndə, yəni belə hamımızın yəni ortaq dediyi bir cümlə var idi ki, bu mövsüm, yəni onda biz deyirdik ki, növbəti mövsümdə, növbəti mövsüm bəlkə də Azərbaycan çempionatlar tarixinin ən maraqlı çempionatı keçəcək. Çünki görürdük ki, Turan Tovuz da, məsələn, o dəfə Turan Tovuzun prezidenti Ehtiram Quliyev də açıqlaması edir ki, bizim gələn il əsas niyyətimiz, məqsədimiz çempion olmaqdır. Neftçi də demək olar ki, çempionluq üçün yarışır həmişə, yəni bu il də yəqin ki, elə olacaq. Sabah biraz siz əvvəl dediyiniz kimi Qarabağda yəni bu transferləri, bu heyət ona görə yeniləyir ki, yəni ola bilər məsələn heyətdə elə oyunçular var ki, çempion olmasalar çox da məyus olmayacaqlar. Çünki olublar bu çempionatın qalibi. Amma yeni futbolçular məhz bunun üçün lazımdır ki, və onlar daha çox istəsinlər bu çempionatı, daha çox çempion olmaq istəsinlər, daha çox uğur qazanmaq istəsinlər. Mən yenə deyirəm, baxın, Azərbaycan çempionatlarında azarkeşlə dolu olmasını ilk istəyən kim olur? Biz istəyək. Peşəkar Futbol Liqası olaraq sevilir. Amma yenə deyirəm, hər hansı bir belə deyək də, tutaq ki, Sabah Qarabağ oyununa 21 min azarkeş gəldi. Rekord qoyuldu. Bu Avrokubok oyunu deyildi. Bəli. Demək ki, müəyyən bir rəqabət səviyyəsi gəldikdən sonra həmin o azarkeşi yavaş-yavaş yığmaq olacaq, mümkündür. Burada proses yenə deyirəm, Peşəkar Futbol Liqası olaraq əslində
biz hərdən işlədirik. Biz deyirik ki, ən uğurlusu odur ki, biz görünməyən tərəfdən bu təşkilatı işləri eləyirsən, heç önə çıxmırsan da siz nə iş görürsən. Proses ondan ibarətdir ki, o qədər məqamlar var ki, onlar heç mətbuata çıxmır və çıxmasını da istəmirik. Çünki siz deyə bilərsiniz, məsəl üçün ən rahat. Əsas nədir? Bir çox nüansları tənzimlədikdən sonra ən asan mərhələ meydanda çıxıb 11-11-ə oynamaq. Sizin işiniz daha çoxu. Belə deyək, start fiti çalana qədər arxa planda əsas görüləcək bütün işlər hamısı ora qədərdir. Yəni məsəl üçün bəzən deyirlər, bir çoxlu şeyləri klub adı deməyim, şikayət edirlər ki, bizi bazar gününə oyuna salmırsınız, gələ bilmirik, falan eləmirik. Və marağa araşdırdıq ki, ən çox bazar günü onlar oynayırlar. Yəni sadəcə azarkeşdir də. Yəni məsələn bilərəkdən salmamışıq. Sadəcə proses hamısından bir oyun çox düşüb. Yəni prosesdə biz azarkeşi başa düşürük. Azarkeş kəşf bizdən narazı olsun, amma gəlsin stadionda olsun. Yəni stadionda desin, narazı qalsın. Proses nədir? Azərbaycanda futbol yoxdur ifadəsində mən heç vaxt razılaşmıram. Mən də razı deyiləm. Müəyyən bir səviyyəyə çatmağımız üçün iş lazımdır, hələ çox işimiz var. Yəni yenə də deyirəm, hər bir şey bir-birinə bağlıdır. Məsələn, infrastruktur məsələsindən danışırıq da. Bu gün artıq ikinci liqa, bəli bu gün də stadion çatışmazlığı var. Amma artıq ikinci liqanın da, birinci liqanın da futbol komandaları həmin stadionlar, onların içərisində yerləşən menecerlər və ya heyətdə olan şəxslər futbola o çərçivədən ibarət və 11 nəfərlik kimi baxmırlar. Sami bəy, üzr istəyirəm. Siz 4 illik fəaliyyətdən danışdınız. 4 illik fəaliyyətdə həqiqətən də çempionatımızın səviyyəsinə də baxanda o sıraşı çox açıq gözlə müşahidə etmək mümkündür. İstəyir xarici klubların, Avropa klublarının ölkə çempionatımıza olan marağının artması falan filan. Bəs sizin o dediyiniz səviyyə ki var, o səviyyəyə çatmaq üçün daha neçə il məsəl üçün bizim Premyer Liqa üçün lazımdır ki, məsəl üçün belə deyək də Avropa tutaq ki, Belçika səviyyəsində, çempionat səviyyəsində və yaxud da ki, Ukrayna çempionatı, Türkiyə Super Liqası səviyyəsində bir çempionat izləyəcəyik. Mən düşünürəm ki, bunu illə ölçmək doğru bir ifadə deyil. Niyə? Mən dediyim kimi də mən jurnalist olduğum dövrdə də arzularım o yöndə idi. Biz sadəcə real təsəvvürlərimizi ortaya qoymalıyıq. Məsəl üçün, Azərbaycan çempionatını biz Türkiyə ilə müqayisə edirik. Türkiyədə mən həmişə bəlkə də yenə deyirəm, kiməsə qəribə görünə bilər, kiməsə gülməli görünə bilər. Mən düşünürəm ki, Türkiyədəki maliyyənin, Türkiyədəki reklam imkanlarının, Türkiyədəki çobud desəm pul axınının 40%, 100% də demirəm. 40% Azərbaycanda olsa, məncə biz Türkiyədən qat-qat yuxarıda olarıq. Nümunə nədir? Bugünkü Fənərbağça, məsəl üçün, mən hərdən görürəm, Qarabağa düşən rəqiblər içərisində bizim azarkeşlər asanlıqla silirlər. Qarabağ bunu keçdi. Yəni demirlər bu müzakirə. Qarabağ bunu oynamayıb hələ. Qarabağ bunu keçdi. Artıq o tendensiya Sabah üçün də yaranır. Dedikləri komandalara Fənərbağça ilə düşəndə Türkiyə mediası vay-vay eləyir. Bunu Türkdə bəxti biz gətirmədi deyirlər. Baxırsan ki, 2 oyunçusu gəlib Qarabağın büdcəsinə çatıb. Bəli. İndi mən demək istəyirəm, tutaq ki, bizim klublarımızın Qarabağın transfer bazarı hansıdır? Portuqaliya, düzdürmü? Bəli, əsas transfer bazarı. Bəli, əsas transfer bazarı da. Yəni real deyək ki, bugün həmin kimdən danışdıq? Camilo Durandan danışırıq. Ondan öncə digər oyunçular əsasən Ronaldo, Almeida, hamısı oradan. Və bugün Qarabağ 12 milyon manat hardasa Camilo Durandan gəlir əldə edir. Mən çox arzulayırdım və bugün sevinirəm ki, Camilo Duran Şotlandiyada qol vurur. Bu bizim bazarın aparılıb artıq yuxarıya təqdim edir. Elə bil rəfin üstünə qoydu maxdır. Bəli. İnşallah zəifləməsin və yaxud hər hansı bir hadisə baş verməsin. Amma bu belə sizi əmin eləyirəm, sabah artıq Şotlandiyada bu Camilo Duran hər dəfə qol vuranda soruşurlar ki, bunu hardan gətirmisiniz? Və ölkə olaraq Azərbaycan dedikləri zaman kimsə təzədən axtaracaq bir YouTube-da filanda Azərbaycan çempionatına baxacaq. Biz dediyimiz kimi illər məsələsi. Məsələn, hər hansı bir il desəm mən düşünürəm ki, yanlışlıq edirəm. Əsas proses nədən ibarətdir? Bugün Qarabağ və Sabah kimi komandaların sayının heç olmasa gələn mövsüm 3-ə 4-ə çatmasıdır.
Bəli. Və bu 3-ə 4-ə çatmaqdan əlavə bayaq danışdıq sizlə Şamaxısı, Kəpəzi demirəm. Hər bir çempionatda outsideri də olmalıdır, hər bir çempionatda ortababı da olmalıdır və bu düşməlidir, o gəlməlidir, amma o düşən gələn sistemində belə müəyyən bir stabil düşüncə tərzi istəyirəm. Məsələn, bu gün Şəfa komandası çıxıb Premyer Liqaya və yadınızda da onlar yerlilərdən ibarət bir komanda qurmaq istəyirdilər, amma başa düşdülər ki, tək yerlilərlə olmayacaq bu. Premyer Liqada çox qalmaq olmaz. Mümkündür, amma yəni nerə deyək də çox çətindir. Gərək o zaman elə Azərbaycan millisini ancaq orada. Bəli, yəni o çətindir və başa düşdülər. Bəhlul müdafiədə biraz maliyyə məsələləri də var idi. Təbii ki. Yox, maliyyə təbii ki, müəyyən rol oynayır. Yəni deməyim, məsələ nədən ibarətdir? Yəni mən bunu illərlə ölçmürəm. Məsəl üçün mən çox istəyərdim və heç olmasa bu il 4 komandamızda hansısa bir mərhələ gəlsin. Bunlar olduqca, asta-asta olduqca o dediyimiz inkişaf mərhələsini görəcəyik. Niyə? Məsələn, əvvəl inkişaf mərhələsində nə idi? Yadınızdadırsa, Qarabağ Avrokuboklara düşdüyü zaman bizim orada Azərbaycanlılar da çox idi və ən böyük çətinlik 3 gündən bir oyunun oynanması. Yəni fiziki olaraq başa düşmürdülər ki, nə baş verir. Qınamıram da, yəni. Amma indi Qurbanovun özü belə də ekstrenli oyunlar çıxmaq şərti ilə, yəni onun da əksinədir ki, çempionat hansısa təxirə salınsın və yaxud da ki, oynasınlar. Və eyni şey sabah da olacaq. Təbii ki, təxirə salmalar olur. Bu da necədir? Bu tək Azərbaycanda olmur. Yəni, bütün dünyada. Bütün dünyada, hətta Realın oyununu da belə təxirə salındığı dönəmlər var. Yəni Paris Saint-Germain keçən il Çempionlar Liqası qazandı və ən çox etiraz buna idi ki, çempionatda da çempion olan mübarizə var idi. Məsələn, Lansla oyunu təxirə salındı, yoxsa Rennes-lə səhv eləmirəmsə qarışdıra bilərəm. Çempionlar Liqası finalına görə. Nə qədər orada şikayətlər olmuşdu ki, yarı finala görə, üzr istəyirəm, finala görə yox. Nə qədər şikayətlər olmuşdu, məsələn, niyə bu? Yəni PSG kimi bir komanda, ikinci heyəti belə, yəni ikinci heyəti belə ulduzlarla dolu bir komanda belə, yəni bu istirahətə ehtiyac duyur. Biz bu prinsiplərlə davam etdiyimiz müddətcə real şəkildə idman prinsipi. Məsələn, Premyer Liqadakı sonuncu bilirsə ki, düşəcəm. Ondan öncəki bilirsə ki, oynayacağam. 1-dən 2-yə, 2-dən regiona bu sistemi saxladığımız müddətcə artıq bir yarım addım irəlidəyik. Yəni ki, o dönəmki kimi ki, onsuz da düşməyəcəm. Yəni burada nə transfer rol oynayır, nə bir şey rol oynayır. İkinci liqadakı komanda arzu qurmursa ki, nə zamansa 1-də oynayacağam, nə zamansa yuxarıda oynayacağam. Yəni bu mən həmişə deyirəm də ən böyük kəşflər xəyallardan başlayır. General olmaq istəməyənlər. Bəli, yəni bu arzuları qorumadıqca biz inkişaf barədə düşünə bilmərik. Şükür ki, bu gün müəyyən bir sistemlə qoruyur. Yenə deyirəm, çətindirmi? Bəli, çətin. Bu tək PFL-in çətinliyi deyil. Bu ümumiyyətlə AFFA-nın, Azərbaycan futbolunun eyni zamanda bütün klubların üzərinə düşən. Bəli, çətinlikdir. Məsələn, bizim birinci mövsümündə həqiqətən dəhşət bir yaxşı mənada hadisə baş vermişdi. İkinci liqanı yaratmışdıq. Cəbrayıl klubunda bir futbolçu var idi, uşaq. Dedilər ki, 19-a çağırdılar. İkinci liqada təsəvvür birinci dəfə çempionat keçirirsən və yarım peşəkar komanda onu harda görmüşdü? Yəni Qəbələdə Şəhriyar. Şəhriyarovdur ya. Milliyə çağırıldı. Qəbələ oynayırdı birinci liqada. Çünki bu qarşılıqlı və o zamanki Şahin Şəhniyarov. Hə, yəni bu tip komandalardan və o zamanda belə bir icra komitəsində də yəni qərar verildi və belə məsləhətləşmələr yekunlarında birinci liqadan da bir oyunçunun çağırılması idi. Yəni bu tip sistemlər qurulduğu zaman biz qarşıdakı illərdə yəni yenə deyirəm 100% yox, müəyyən bir inkişafdan danışa bilərik. 100% danışa bilərik. Əslində bu biraz da futbolun kütləviləşməyi deməkdir. Artıq məsələn o bölgələrimizdə də olan məsələn 14, 13, 12 yaşlı uşaq da futbol oynayanda başa düşür ki, məsələn belə deyim, yəni belə adi özü üçün hansısa bir qurulmuş çempionatda oynamağından sonra, məsələn, ikinci liqada o hansısa bir komandaya dəvət orada oynayır və futbolçu artıq başa düşür ki, buradan inkişaf eləməklə birinci liqa komandasına transfer ola bilər. Siz dediyiniz kimi milli komandaya da dəvət ala bilər. Yəni bu biraz onların da motivasiyasına çox yüksək təsir göstərir. Artıq məsələn əvvəl indi olur da futbolda biz də uşaq olmuşuq. O zamanlar oyunda daha çox eşidilirdi ki, filan kəs tapşırıqla, filan kəsə nə bilim nəsə lazımdır, nə filan kəsə nəsə. Amma məsələn hal-hazırda bu söhbət demək olar ki, minimuma enib. Yəni mən eşitmirəm artıq belə söhbətlər. Məsələ necədir? Yəni bu dünyada da belə bir sistem var. Yəni heç vaxt Azərbaycan futbolunda heç vaxt 100% ifadəsini işlətmək olmur. Bu gün məsəl üçün Real deyək də, gəlin Peşəkar futbol liqasından danışaq. Nə qədər həmkarlarımız çalışır mən orada olmaqla. Yəni bu o demək deyil ki, Azərbaycanda belə deyim də Azərbaycan futbolçuları heç nə bilmirlər və s. deyil. Sadəcə
belə deyək də, jurnalistikada hər hansı bir futbolun içində olan adama dəstək məsələsi. Bu gün sizin də, mənim də tanıdığım nə qədər jurnalist var ki, Azərbaycan futbolunda bu gün çempionatların keçirilməsi, vərəqələrin hesablanması, oyunların təyinatı, vaxtının dəqiqləşdirməsi, hər hansı bir hadisə baş verərsə avtomatik müdaxilənin olunması bu bir sistemin yekunudur. Evet. Və bu sistem tək PFL-ə aid deyil. Yəni AFFA, PFL, klublar, digər azarkeşlər və s. Yəni bu sistem sabit şəkildə, stabil şəkildə davam etdiyi müddətcə o inkişaf barədə arzulaya bilərik. Və mən yəni bunu arzulayıram, real deyək. Hə, bu sənan və yaxud da ki, bizim heyətin dövründə olacaq, olmayacaq fərqi yoxdur. Əsas odur ki, kimsə onu görsün. Mən dediyim kimi, bu gün biz Sabahın uğurundan danışırıq. Halbuki ancaq Qarabağ idi də son dövrlərdə biz Çempionlar Liqası və Avrokuboklarla sevindirirdi bizi. Bu artıq bu Sabah və Qarabağdan başqa, necə ki Qarabağ Sabaha motivasiya vermişdi. Sabah forması da kiməsə aşağıda motivasiya verməlidir ki, mən də eləyə bilərəm. Bəli. Yəni mümkündür. Çünki yenə deyirəm də Azərbaycan futbolunda futbolçu ortaya çıxartmaq olar. Çox şeyləri təfəkkürü və s. dəyişməyin. Bu gün olacaq, sabah olacaq, yalan danışırıq. Yəni amma yenə deyirəm, məsələn müəyyən infrastruktur var idi ki, 2-ci liqada qınamıram da insanları. Həvəskar necə oynayırıq? Biz yığışırıq, hardasa oynayırıq və yaxud da ki bu düşüncədən artıq o mərhələyə gəliblər ki, məsələn bizim bu gün Peşəkar 2-ci liqa komandalarının ən azı 2 geyim dəsti var, ən azı. Və yaxud da ki bilirlər ki nə zaman hara gedəcəklər. Bəzi 2-ci liqa komandaları var ki 2 gün qabaqdan, 1 gün qabaqdan şeyə gedirlər, səfərə çıxırlar. Halbuki bütçələr Özlərini onu hissi, o futbolçu aurasını özlərində hiss edirlər. Olmalıdır bu. Başqa hamısı elədimi xeyir. Yəni çətinliklər hamısında var. Amma bu mərhələ artıq sizə nə imkanı verir? Siz 1-ci liqaya düşəndə həyəcana düşmüsünüz. Deyirsə orada da belə idi. Biraz bölüm başını düzəldəcəyik, burada da olacaq. Bu eyni şeydir. Yəni o motivasiyaları aldıqdan sonra mən yenə deyirəm, heç o bədbin olmamışam. Məncə bu olacaq, amma nə zaman olar? İnşallah ən qısa müddətdə olar. Yəni bəli, mən məsələn həmişə o dostlarımızla söhbət edirəm ki, Azərbaycan futbolunun inkişafının yəni göstərən amillərdən biri Qarabağla Vestri oynadı. Oyundan sonra Vestri'nin baş məşqçisi mətbuat konfransında yəni bir dənə cümlə işlətdi ki, bizim üçün Qarabağ kimi komandadan oynamaq bizim futbolçularımız üçün böyük təcrübədir. Mən onlara da demişdim ki, bu oyundan böyük təcrübə qazanacaqsınız və Sabahla Orxus oynadı, 4-0 qələbə və Orxusun baş məşqçisi gəldi mətbuat konfransında. Yəni bu da əslində böyük bir ərdəmlik tələb edir və özü etiraf elədi ki, Sabah oynadığı hər iki oyunla bu mərhələni keçməyə layiq olan komanda olduğunu göstərdi. Bu dediyin o mütəxəssislərin açıqlamaları ki var. Yəni bu açıqlamalar bizə yad deyil də. Təxminən bir 7, 8, 10 il bundan qabaq bu açıqlamaları bizə Qurbanov edərdi. Ki, falan klubla oynadıq, təcrübə qazandıq, məğlub olsun. Tam edərək sözümü ona gətirmək istəyirəm. Artıq ssenari dəyişir. Yəni sözümü ona gətirmək istəyirdim. Həm bu, həm də ki, məsələn, keçən il mətbuat konfransında bir amil var idi, çox xoşuma gəlmişdi. Qarabağla Chelsea 2-2 elədikdən sonra Chelsea-nin baş məşqçisi, yəni Enzo Maresca, Chelsea indi hamı bilir də milyardlarla dəyəri var. Baş məşqçinin bayaq sənə mən demiş, onların baş məşqçisinin aldığı maaşla bizim ölkədə bir dənə komanda qrup yaratmaq olar da, yəni təkcə aldığı maaşla. Adam mətbuat konfransında sual, İngilis jurnalistlər, yəni İngiltərədən gəlmiş jurnalistlər sual verdilər ki, yəni bu oyun 2-2 nə düşünürsünüz bu oyunda? Dedik ki, yəni Qarabağ, biz əvvəldən də bilirdik ki, Qarabağ çox yaxşı futbol oynayan bir komandadır, çox sürətli futbol oynayan bir komandadır, çətin keçəcəyini bilirdik. Yəni buradan bir xal qazanmağımıza biraz sevindik. Yəni adam doğrudan da fikirləşir ki, yəni bayaq Sənan müəllim deyən kimi bizim üçün Qarabağın yaxud Neftçinin zamanda, yəni 15 il, 20 il bundan qabaq bir mərhələ keçməyi böyük bir uğur sayılırdı. Sevinirdik, bayram eləyirdik ki, hansısa bir komanda keçdi. Bərabərliyə belə toy bayram. Bərabərliyə belə sevinirdik. Halbuki elə bir komandalar idi ki, yəni o komandalar hal-hazırda harada heç bəlkə də çoxsu bilinmir. Amma bu gün yəni bu komandaların burada oynamağa, məsələn Sabah Orxusla oynayır burada. Baxıram məsələn sosial şəbəkələrdə və yaxud digər cəmaət adam söhbət edir. Biz bu rəqəbi mütləq çempion udmalıyıq. Qalib gəl, biz keçəcəyik, biz güclüyük. Halbuki nəzərə alın ki, yəni Orhus Danimarka çempionu, yəni Kopenhagen üzərindən Danimarka çempionu olub da. Yəni bu belə bu gün yəni doğrudan da məsələn bunları danmaq olmaz da. Bunlar göz qabağında olan şeylərdir. Təbii ki, hər kəs daha da yaxşı olmağını, daha da inkişaf eləməyini istəyir. Sözsüz bu hər yerdə belədir. Hər yerdə hər zaman inkişaf istəyirsən. Amma yəni belə bu inkişafı istəyiriksə, yəni artıq görürük ki, Azərbaycan futbolunda bir necə deyirlər, o ağacın düzəltiləri olur. Yəni bu var. Bunu açıb belə çiçək olmaq üçün, xoş ətir yaymaq üçün hər kəsə biraz səbirli olmaq lazımdır və biraz da müəyyən qədər dəstək olmaq lazımdır. Eyni zamanda azarkeşlərə də klublarına dəstək olmalıdır. Sosial şəbəkədəki aktivliyi meydansada əlbəttə göstərmək lazımdır. Bu gün məsələn
yenə deyirəm, burada sizlə indi danışırıq da, mən həm jurnalist kimi danışıram, həm tək PFL-nin rəsmisi kimi danışmıram. Mənə görə Peşəkar Futbol Liqasının ən böyük uğurlarından biri klubların və ətrafında olan adamların onlara inanmasıdır. Yəni siz dediyiniz mərhələlər var idi də, bu olacaq. O inamı siz özünüz qazanmısınız da, amma yəni olmayacaq. Başa siz necədir? Tutaq ki Murad və yaxud yəni siz mənə inanmırsınızsa, mən sizə istəyirsiniz danışım belə olacaq. Bağ, bostan istəyirsiniz, tamam deyəsiniz, çıxacaqsınız, avans da olmayacaq. Bəli. Yəni olmayacaq. Bu nə olur? Bu klubun da inamı itir, futbolçunun da ümidi itir. Hamısı yavaş-yavaş sarsıla gedir və artıq əgər bir addım irəli keçməyə imkanınız var idisə, o da olmayacaq. İnam uğurlu işin yarısıdır. 100%. Yəni məsələ nədən ibarətdir? Bu gün yenə deyirəm, %100 ifadəsini heç vaxt işlətmirəm. Onu hansı kənardakı deyə bilər, klub deyə bilər və sair hansı rəsmisi deyə bilər. Mən düşünmürəm ki, Azərbaycan futbolunda Peşəkar Futbol Liqasının gücünü çatacağını, etməyəcəyinə bir şübhə yəni inanan ki, bu etməyəcək deyə bir şəxs yoxdur. Müəyyən proseslər var ki, idealdırmı, xeyr, müəyyən bir nüanslar var ki, gücümüz çatmır və yaxud hansısa bir şeydir. Amma hər kəs ən az Azərbaycan futbolunda əmindir ki, Elxan Səmədovun qurduğu komanda gücü çatanın maksimumunu eləyəcək. Çatmayacaq öz yerində. Amma bir nəfər mən inanmıram ki, dursun desin ki, bunu eləmədilər, bunu bilərəkdən olmadı və s. Deysin. Amma ən azından biz orada otura vicdanımız rahatdır ki, yəni biz gücümüz çatan elədik. Çatmırsa onsuz da eləyə bilməyəcək. Bu söhbət qlobal bir şeylərdən getmir. Səhvlər olurmu? Yəni səhvsiz nəinki qurum heç insan yoxdur. Yəni biz də səhv buraxırıq. Bizdə hansısa məqamlarda olur da insanlıq məsələn diqqətdən qaçır da. Yəni hələ ki hamımız robot olmamışdı və yaxud da ki süni intellektlə falan planlaşdırmırlar ki, bunu görəsiz. Yəni proses ondan ibarətdir ki, yenə deyirəm, həmişə məndən soruşanda deyirlər ki, Azərbaycan futbolu da hansı mərhələlər var və bəzən də əvvəllər mən həmişə deyirdim ki, dedilər ki, Azərbaycan futbolunda bünövrə uşaq futbolu olmalıdır, uşaq futbolu düzəlməlidir. Birinci növbədə uşaq futbolu. Mən deyim uşaq futbolunda qədər 2 dənə mərhələ var. Deyirlər nətər yəni necə yəni əsas bünövrə yox. Ondan ən birincisi inamdır, ikincisi infrastrukturdur, sonra üçüncüsü uşaq futboludur. İnam nədir dediyim kimi. Yəni bugünkü mərhələdə əgər Peşəkar Futbol Liqası cüzi də olsa buna nail olubsa, bunun sayını artırmalıyıq. Biz bir-birimizə inanmalıyıq. Bu komanda bütün Azərbaycan futbolu bir komanda kimi çalışmalıdır. Heç olmasa 70% çalışmalıdır ki, bir-birimizə inanma mərhələsi və yekunda gəlir. Məsələn, biz bugün uğurdan danışırıq və ya tamaşaçının gəlməsi. Mən sizə əmin edirəm ki, bugün Qarabağ və Sabah kimi 2 komandanın olması, mən əminəm, növbəti mövsümdə nə olacaq? Sabah və azarkeşi zəif olan bir komanda oynadığı zaman həmin Sabahın nəticələrinə görə ən azı bir 100 adam, 200 adam artıq gələcək. Özdə həmin o digər qarşılaşdığı komandanın azarkeş daha artıq gələcək. 100% gələcək. Və bu Qarabağ simasında da var idi və necə deyirdilər ki, məsələn falan şeydə olur, nə olsun Qarabağa görə gəlir. Deyirəm ki, o gəlsin. Qarabağa görə gəlir. Stadionda ki, şeylə saymırlar bu Qarabağa görə gəlir, bu şeylə gəlim saymırlar. Stadionda hamı bir yerdə. Bu futbola maraqdır da. Bəli. Yəni futbola maraqdır. Və bu olmadıqca, belə deyirəm də, bu hər şey xırda-xırda olur. Bilirsiniz Murad? Yəni süni çıxıb danışmaqla olmur. Hə, yəni birdən-bir bu olmayacaq bu. Yəni bu olacaq. Tutaq ki, deyirlər ki, məsələn Azərbaycan futbolunda yenə deyirəm də, orada məsələ nədən ibarətdir? Bəzən Qarabağın Tofiq Bəhramovda keçirilən oyunlarında görürsüz boşluq var. Məsəl üçün razıyam da, yəni necə qınayım ki, sən 30 min deyir, mən də deyirəm, gəlmək istəyirsənsə, sən Avrokuboka gəlmək istəyirsənsə, gəl. Amma yəni bu adamları məcbur boğub eləyə bilmərəm ki. Bəli. Amma eyni zamanda həmin məsələdə Sabah Qarabağ oyununda göründü ki, demək ki, gəlmək olur da. Sənan bəy, dediyiniz məsələlər ki var, azarkeşlərin meydanı. Bunlar hamısı mənə elə gəlir ki, bir-birinə zəncirvari bağlı məsələlərdir. Niyə? Məsəl üçün, tutaq ki, Qarabağ biz bilirik ki, Qarabağdan elə söhbət açılmışkən, bir Portuqaliya çempionatının 1-ci liqasından elə oyunçular vardı, hücumçular vardı, transfer eləmək istədi. Məbləğlər də təxminən razılaşdırılmışdı. Sadəcə oyunçu müəyyən nüanslara görə gəlmədi. Mənə elə gəlir ki, burada onlar Azərbaycan Premyer Liqasında azarkeş, belə deyək, o dəstək, yəni o nüanslara da xüsusilə diqqət yetirirlər. Azarkeş meydansaya gələndən sonra, o istədiyi məbləği alandan sonra, o oyunçu bura gələndən sonra və digər klublarımız da bu cür transfer həyata keçirsə, bu çempionatın səviyyəsi istəsəməz qalxacaq, yüksələcək və bizim Azərbaycan çempionatı, Azərbaycan Premyer Liqasına
olan maraq Avropada, digər ölkələrdə daha da artacaq. Bu da bizdən çıxıb Camilo Duran və ya da Maluda kimi oyunçuların Avropaya getməsinə daha da belə deyək, inkişafa perspektivə yönəlmiş bir addım olacaq. Yəni bütün bunlarımızın zəncirvarı bir-birinə bağlıdır. Bunun üçün yenə deyirəm, mənə elə gəlir ki, azarkeşlər o sosial şəbəkə aktivliyi mütləq şəkildə gəlib meydançada göstərməlidirlər. Qarabağ Sabah oyununu YouTube üzərindən biz internet yayımı bizlərdə PŞK Futbol Liqasında bizim rəsmi YouTube üzərindən oyun gedə-gedə 20.000 adam izləyirdi. 20.000 adam onlayn izləyirdi. Təsəvvür edirsiniz bu nə deməkdir? Kiçik rəqəm deyil. Əlbəttə. Yəni 21.000 stadionda 20.000 də oturub baxır. Və oturanlar bir nəfərə baxmır da. Bilirsiniz belə zallar var ki, YouTube-dan qoyurlar və s. Əminəm ki, o 20.000-in arxasında bir 10.000 də var. IP-dən daxil olanda ki, o bir dənə sayılır. Yəni eyni IP-dən daxil olan bir dənə sayılır. Baxın, bunlar sevindirir. Məsələn, bunu duraq deyək ki, hansı outsiderin oyunda heç kim gəlmir. Bu da üzücü tərəfidir. Kimdir ki, mən əminəm ki, bəzi top 5-i bəlkə çıxarıq. Bütün yerlərin yaşadığı bir şeydir. Yəni çempionatlarda az-azarkeşin gəlməsi olan bir şey. Belə deyək də, məsələn, bura yaxın mənimlə görüşə Serbiyanın Super Liqasının prezidenti gəlmişdi. Biz orada çox maraqlı bir şey dedi. Dedi, məsələn, bizdə klublar var ki, oyuncu satmaqla dolanırlar. Yəni bütün sistemləri və bu da ağlınıza nə gəlir? Sırvena Zvezda, Partizan, amma o Çukariçki dedi. Təsəvvür gətirin. Heç Sırvenadan da danışmadı, Partizandan da. Halbuki əsas bizim bildiyimiz oradan oyunçuların getməsi Çukariçki. Yəni tamam da, yəni yaxşı klubdur, uğurludur, amma onlardan deyil də. Yəni başa. Yəni bu hədəflər var ki, hər bir klubun, mən düşünürəm, Azərbaycanda hər bir klub qarşısına bəlli və gücü çatan hədəf qoyduqdan sonra müəyyən bir sistem olacaq. Tutaq ki, məsəl üçün ortabab komandalar bir hədəf qursun. Azərbaycanda Türkiyədə Gənclər Birliyi komandası var. Yəni o komandanın hədəfi heç vaxt çempion olmaq deyildi. Amma öz dövründə, xüsusən də səhv eləmirəmsə Cavcav idi, İlham Cavcav idi, səhv eləmirəmsə. Adam müsahibəsində deyirdi ki, mən məsəl üçün bir oyunçumu gətirirəm, üstündən bir il keçəndən sonra 5 qatına satıram, 6 qatına satıram. Səhv eləmirəmsə Real Madrid oyunçu satmışdı. Satmışdı bəli. Jeremy'nin deyəsən satmışdı. Yəni məsələ nədir? Müəyyən bir klublarımız müəyyən bir hədəfini bəlli etdikdən sonra ki, məsələn mən həmişə deyirəm, bizdə mənə maraqlıdır ki, bütün klublarımız çempionluq oynayır. Mən bu başa düşmürəm. Yəni nə var bu çempionluqda? Tamam, ola bilərsən, amma yəni sən başa düşməlisən ki, sənin büdcən, sən buna nə qədər gəlmir də, o müəyyən bir hədəf oyna da. Yəni başa düşürsən, 1 il, 2 il oyna. Yəni ortalarda ondan sonra atda da. Yəni bizim az qala 12 komandamızdan kimdən soruşsan deyir ki, Avrokubok oynayıram. Maraqlı yanaşma. Yəni mən də sevinirəm Avrokubok oynayırsan, amma altını çəkirsən axı. Yəni axırda hardasa sınır, hardasa alınmır, hardasa. O bayaq qeyd elədiyimiz oyun sıxlığı, qrafik məsələsi var. Bir də bizdə məsələn Azərbaycanda biraz səbirsizlik məsələsi, tələskənlik məsələsi dəhşət dərəcədə çoxdur. Məsələn baxırıq elə misal çəkdiyim kimi də bayaq Chelsea-nin özü. Yəni adamlar milyardlarla pul xərcləyirlər, amma məsələn baş məşqçi çıxır açıqlama verir, prezident deyir ki, bu böyük bir layihədir. Biz qarşımıza hədəf qoymuşuq və bu hədəfə çatana qədər burada məğlubiyyətlərimiz də olacaq. Nə bilim aşağı yerlərdə tutacağıq. Elə olacaq heç Avropada oynaya bilməyəcəyik. Yəni uzun müddət çempion ola bilməyəcəyik. Amma nəticədə biz hədəfimizə çatmalıyıq və o hədəfə çatandan sonra artıq bunun qarşılığını verməyə başlayacağıq. Nəticə gələcək. Yəni məsələn baxıram ki, düzdür, onlarda da azarkeşlərin təbii ki, tələb olur. Azarkeşlər istəyir komandadan çempionluq, uğur, Avrokubok və s. belə şeylər istəyir. Amma məsələn baxırsan ki, doğrudan da dediklərini eləyirlər və baş məşqçiyə çıxıb baş məşqçiyə də o rahatlığı verirlər deyə komandalar tamam başqa bir psixologiya ilə, başqa bir düşüncə. Amma Azərbaycanda məsələn biraz düşüncə belə tutaq ki, deyirəm də, məsələn Gəncəli azarkeşlər Kəpəzdən mütləq nəticə gözləyirlər. Nəticə verməlisən. Amma halbuki yəni məsələn biraz gözdəsəz, biraz səbirli olsaz, komandaya biraz vaxt versəz, o komandanın çünki bu inkişaf belə bir şeydir. Artetanın bugünkü uğurlarında bəli müəyyən bir dönəm var idi. Mən 100% dedim ki, artıq bu adamı qovacaqlar. Bəli. Yəni komanda getmir də komanda. Yəni rəsmən getmir. Bax mən dediyim o. İri dəqiq deyə bilməyəcəm. 17-ci yerdə olduğu yadıma gəlir. İdarəçilik, düzgün anlayış budur. İnsan orada həmin səhv etmirəmsə prezident onunla müqaviləni uzatdı.
Hə, uzaqda bəli. Real deyək də, yəni heç Azərbaycana qoyaq qırağa, Rusiyasında, Gürcüstanda, Türkiyəndə nə qədər bunu eləyən adam olardı. Biz yəni o qeyd elədiyim Murad məsələ, biz Azərbaycan Premyer Liqasında oynadığımızın bəzən fərqində deyilik. Unuduruq ki, biz Azərbaycan Premyer Liqasında oynayırıq. Hətta özümüzü amma yəni ab-hava olaraq İngiltərə Premyer Liqası ilə gedirik. Amma biz götürsək, məsələn, hər ölkənin öz oyun modeli var, daha doğrusu oyun sistemi var, hər klubun öz modeli var. Brighton-u götürək. Evet. Brighton modelini götürək. Brighton-a oradan transfer olunan oyunçular bu dəqiqə ən bahalı oyunçular oradan çıxır. Yəni o komanda belə götürəndə rəhbərlik o komandanın məqsədinin qarşısına məqsəd qoya bilərdi ki, məsələn sən çempionluq oynamalısan. Amma o klubun modeli nədir? Gətirir ucuz qiymətə oyunçuları və o katastrofik məbləğə satmaqla məşğuldur. Hətta baş məşqçilərini belə Chelsea-yə satmışdılar, yəni böyük. Bizim də klublar məsələn o modeldə şərt deyil ki, məsəl üçün deyirəm də, Zirə sırf çempionluğu oynamalıdır. İsveç liqasına oyunçu satdı məsəl üçün. O bizim üçün biraz gözlənməz oldu. Getdi o oyunçu. İndi taleyi necə oldu bilmirəm. Məsəl üçün bu tuşlar dənəyimi yoxlamaq lazımdır. Bu sınaqları eləmək lazımdır. Sən də məsələn bir məsələ var, təməssül maraq. Qarabağ keçən il Çempionlar Liqasında oynadı, o nəticələri qazandı deyə. Qarabağ da bu il çempionatda məsələn indi biz bayaq Sabahla oyunu dedik, Neftçi oyunu dedik, amma məsələn Sumqayıtla oyunu yadınızdadsa, Sumqayıtda yəni stadion olmuşdu. Yəni anşlaq yaşanırdı da Qarabağ. Və oyun da çox maraqlı keçmişdi. 4-2 hesabı ilə səhv eləmirəmsə Qarabağ qələbə qazanmışdı. Oyundan sonra nə qədər müzakirələr getmişdi oyun barədə. Daha sonra Kəpəz 1-0 udanda qəşəng maraqlı bir paylaşım edirdilər ki, Chelsea Qarabağ 2-2, Kəpəz Qarabağ 1-0, Kəpəz Chelsea 1-0 qalacaq. Yəni doğrudan da maraqlı müzakirələrdir, maraqlı şeylərdir. Çünki artıq Qarabağa qarşı elə bir düşüncə var idi ki, yəni bu Avropada biz bunu mütləq məğlub eləməliyik və Qarabağ məncə ötən il bundan əziyyət çəkdi. İndi bu il də Qarabağın yanına artıq Sabah da gəldi bu məsələdə. Artıq Sabaha da qarşı toxundum. Psixoloji amil məsələsi. Məsələn biz bəzən oyunçulardan psixoloji hazır vəziyyətdə gəlməsini gözləyirik. Texniki fiziki olaraq yaxşı olar, amma psixoloji hazır deyilsə oyunçu gəl bax məsələn Qarabağ Sumqayıtda oynadı, meydan doldu, düzdür. Onu dolduran 70-80% Sumqayıt şəhərinin əhalisi idi, Sumqayıt azarkeşləri. Sumqayıt əhalisi olmaz ki, həmin azarkeşlər olmaz ki, məsələn Sumqayıtın növbəti ev oyununda düşünsün ki, yaxşı Qarabağa qarşı oyunda doldurduq. Axı biz Sumqayıt azarkeşi isə məsəl üçün Sumqayıtın adını seçəm. Kəpəz olsun, o biri olsun, bu biri olsun. Biz əgər komandamızın 3 xal qazanıb Premyer Liqada daha yaxşı yerə gəlməni istəyiriksə, təkcə Qarabağla yox, digər klublarla da oyunda dəstək olmalıyıq. Biz bura tamaşa eləməyə, əylənməyə yox, komandamızı uğura aparmaqda 12-ci adam olmalıyıq. Bax o məsələ psixoloji məsələ. Siz necədir? Baxın, bu ilin problemi deyil. Bu illərdir olan problemdir və təbii ki, fan klubu demirəm. Yəni fan klubu onsuz da həmişə orada olurlar. Amma Azərbaycan azarkeşi nəticə olduğu yerdə gəlir. Yəni sizi bunu təkcə futbola da aid eləmək olmaz məncə mənim. Bütün idman növlərimizdə nəticə varsa. Mən belə deyək də mən indi futboldan danışıram, futbol deyim. Tutaq ki, Qarabağın məsəl üçün deyirəm də, nəticələri Allah eləməmiş düşsə, eyni şeyi siz Avrokubokda Qarabağda da görəcəksiniz. Yəni bu məsələ nəyə aiddir? Bu məsələsi bütün klublara aiddir. Sumqayıtına da aiddir, hamısına aiddir və təəssüf ki, belə deyirəm də, bu məsələ qınayırammı, qınamıram. Necə? Yəni o azarkeş də bizə çox səbəb gətirə bilər. Nə bilim, filan o komandam zəif gündədir, yəni filan oyunçu oynamır, filan şey eləmir. Səbəblər çoxdur. Amma reallıq budur ki, eyni şeydə məsəl üçün digər komandalara aiddir. Biz bu gündən danışmırıq, illərdir danışırıq da. Yəni hətta Xəzər Lənkəranın son dönəmində belə hamı deyir, həmişə stadionda olurdu. Mən orada olurdum da. Hə, mən də. Xəzər Lənkəranın son dönəmində belə 2000 azarkeş gəlirdi. 1500 azarkeş gəlirdi. Niyə nəticələr düşmüşdü? Zəifləmişdi, büdcə azalmışdı, futbolçular yox idi, büdcə azalmışdı, komanda axırlarda gedirdi. Yəni biz bunu durub məsəl üçün mən indiyənə kimi həmişə xatırlayıram, Borussia Dortmund axırıncı yerdə gedirdi və liqadan düşmə ehtimalı var idi. Stadion ağzına qədər dolu idi. Hə, biz çox nüanslar gətirib deyə bilərsiniz ki, orada abunəlik var, orada düşüncə fərqlidir, nə bilim digər sosial səbəblər və s. gətirə bilərsiniz, amma real deyirəm, yəni bu yanaşma bəlkə Sənanın özünə də aiddir və yaxud digərlərinə də aiddir. Təəssüf ki, bizim azarkeş nəticə olan yerə gedir. Bursasporun Şaxtyorla bu yaxınlarda bir yoxlama görüşü oldu. Birinci liqada oynayır komanda. Stadionda amma hamı bir nəfər kimi necə oxuyurdu. Sən deyim birinci liqa yox, onlar
4-cü liqaya qədər enmişdilər. Oradan belə bura qədər o azarkeşlər stadiondan çıxmadılar. Yəni çox möhtəşəm. Biz də onu istəyirik. Biz məsəl üçün yenə deyirəm, tutaq ki, deyək. Qarabağın Avrokubok oyunlarında yəni çox sevinirdim də. Yəni nə məsələ idi, tutaq ki, eyni şey mən Neftçiyə aid deyirəm. İndi bu məsafəni qoyum. Neftçinin sizə sıravi gələ bilər. Mən bir Neftçinin bir oyunundan çıxmışdım. Bu il deyildi artıq. Ya ötən ildi, ya iniş il idi. Bir gördüm bir yaşlı kişi ağlayır. Yəni bura belə baxırsınız Azərbaycan çempionatında oyun olub, nəsə olub. Mən Neftçi azarkeşiyəm, kişi ağlayır. Neftçi azarkeşlər çox yəni, sadiqdir qamal. Sıravi gənc ağlasa adam o qədər təəssür olmaz, adamın mənən təsir edir də. Yəni nə olub da, yəni mənim Neftçim belə olmalı deyil. Yəni bəlkə də adam stadiona gedə bilmir də. Yəni yaşı başı gəlib, falan eləyib. Baxın, bu cür azarkeşinin olması klub üçün xoşbəxtlikdir. Əlbəttə, çox böyük xoşbəxtlikdir. Bu məsələ baxın, Xəzər Lənkəranda da var idi. Xəzər Lənkəranda bir dənə yeri var, bilmirəm onu evi satdılar, satmadılar. Adam kənddə evini Xəzər Lənkəran rənglərində üstünə loqosunu çəkib. Yəni bildiyin evini rəngləyib. Doludur belə azarkeşlər. Bu gün də var. İndi məsələn fərqli qəbiləsi olsun və s. olsun. Bu tip azarkeşlərin olması həyatın bir xoşbəxtliyidir. Və sabah deyirəm, bu gün də Neftçinin oyununa görə tam dolmur stadion. Amma bəlkə də o azarkeş ekran qarşısında baxır. Amma mənə elə gəlir ki, yenə də hər nə qədər sevsə belə nəticə gözləyən azarkeşlər var. Neftçi gələn mövsüm bir azca toparlansa, mən çox böyük ümidim var. Məsəl üçün Neftçi dolduracaq stadionu. Çünki Bakseli doldurmaq daha rahatdır da belə deyək. Yəni 30 minlik həm yerləşdiyi ərazi baxımından çox dediyinizlə tam razıyam, amma təəssüf ki, bugün təəssüf deyəkmi, reallığımız deyəkmi, özümüzdə başda olmaqla günah axtaraqmı, yəni onu demirəm. Nəticə olan yerdədir bizim azarkeş. Bir də azarkeşlərin o oyuna təsiri o qədər yüksək səviyyədə olur ki, məsələn Orxusla Sabah oyununda Sabah 1-0 hesabla irəli keçdi. Birdən-birə dəstək o qədər səs o qədər yüksəldi ki meydanda. İkinci gol vuruldu. Və artıq azarkeşlər o qədər belə coşqu yaratdı ki, yəni artıq futbolçulara baxırdım ki, futbolçular taktikadan çox elə bir motivasiyaya gəlmişlər ki, hər bir oyunçu gol vurmaq istəyir. Az qaldı qapısı da yəni hamısı gol vurmaq istəyir ki, bizim adımızı qışqırsınlar da. Yəni elə bir aura yaranmışdı və onun da nəticəsində 4-0 oldu. Yəni düzdür, təbii ki, daha böyük hesab ola bilərdi. Taktika məsələsi də var və s. amma yəni 2-0, 3-0 hesabla Sabaha bəs eləyirdi və çox zaman da elə çox qalmamışdı. Yəni başa düşülürdü ki, artıq Sabah keçib növbəti bəli. Amma yenə də komanda hücum eləyirdi. Yenə və onun da nəticəsində qol da vurdu. Yəni bu azarkeşin bu tərəfdən də komandaya çox böyük dəstəyi olur. Yəni biz də indi arzuluyuruq ki, azarkeşlərimiz də real deyək. Yəni yenə də məsəl üçün bu gün Qarabağın, bu gün uzun illərdir Qarabağın və indi Sabahın etdikləri mənim üçün fantastikadır. Yəni mən çox sevinirəm, ciddi deyirəm. O bir dönəm var idi, Bert Foxun dönəmi var idi. Valla onu siz təsəvvür edə bilməzsiniz. Belə deyək də, yəni milli komanda çıxış edirdi, belə ümidsiz gedib gəlirdin də, yəni robot kimi gedirdin, gəlirdin. Bir gözlənti olmadan. Buna nə olacaq? Bunun axırı nə olacaq? Hansı mərhələyə gələcəyik? Oturub bir gözün dolurdu. Yəni ki, nə deyək də, amma indi məsəl üçün baxırsan ki, ən azından heç olmasa sənin bir Qarabağın var, bugün Sabahın var. Yəni müəyyən bir mübarizə var. Mən yenə deyirəm də o ifadə. Bir görürsən ki, adamlar siz demişkən Danimarka çempionu düşüb çox adam rahatlıqla deyir ki, Sabah keçəcək. Adam Danimarka çempionudur. Yəni belə çox rahat keçəsi deyil. Bu ifadəni işlətmək üçün, yəni həqiqətən böyük xoşbəxtlikdir. Böyük xoşbəxtlikdir. Yəni inşallah yəni çətinliklər heç vaxt yəni belə bitməyəcək, amma azalmasını istərdim. Ən böyük peşəkar futbol liqası olaraq da həmişə ən böyük arzumuz hər klubun öz stadionunda oynamasıdır. Bugün çox çətindir təbii ki, yəni çətinliklər var, amma arzulayıram, ümid edirəm ki, bu mərhələyə də gəlib çatacağıq. Bu yəni fanat kimi yanaşmayaq bu işə. Fanatlar deyir ki, məcbur eləməlisiniz, tələb eləməlisiniz, falan eləməlisiniz. Tam başa düşürəm, deyirsiniz, edirsiniz. Amma bu birdən-bir olan mərhələ deyil. Məsələn, bu dəfə bu mövsümdə yadınızda da qəbul olundu ki, avqust ayında işıqlandırma sistemi olmayan yerlərdə keçirmək. Bu da birdən-bir eləmədik də. Yəni mərhələ-mərhələ gəldi, artıq tələb qoyuldu klubların razılığı ilə. Çünki xüsusən avqust ayında belə deyək də o futbol keyfiyyətini əldə edə bilməzsən. Sən futbolçudan hava şəraiti, digər məsələlər ona görə razılaşdılar. Yavaş-yavaş artıq mən düşünürəm ki, o mərhələyə də inşallah gələcəyik ki, artıq klublar da müəyyən yavaş-yavaş hərəsi öz stadionunda oynayacaq mərhələyə gəlmir. Çünki öz stadionunda oynayan, mən indi eşitdim, bilmirəm indi təsdiqlənəcək və ya yəqin ki təsdiqlənəcək, Şəfanın öz
meydanında oynaması məsələsi var. Bəli. İnanın çox böyük bir şeydir. Çox, mən də çox sevindim Çox- ona. İnşallah çox böyük bir alınsın. şeydir. Yəni Çox sevinərik. klub özü bax görəcəksiniz. Klub özü nə əldə edəcək? Rahatçılıq, artıq öz meydanını bilir. Futbolçular yeri biləcək. Xərcləri, belə deyim də, kənar xərcləri azalacaq. Yəni bu tip olduğu müddətcə əmin edirəm sizi, yəni hər bir şey müəyyən bir mərhələyə. Adicə Qarabağın Suraxanada bazası qurulandan sonrakı nəticələrinə sadəcə baxaq. Bəli. Yəni cəmi orada 2 stadion var da, nə var ki, biri məşq üçündür, biri əsas Hə, stadion. Tofiq Bəhramov da özünün deyil də, icarədədir. Yəni o 2 stadiondan sonra oturaq baxaq görək Qarabağ hansı nəticələr əldə edib. Yəni bu ən azından deyək də o nöqtə baxımından ki, bura Qarabağındır və Qarabağ burdadır. Yaxşı pis infrastrukturun qurub. 100%. Bakı İdman Sarayını 70-ci illərin infrastrukturu var idi içərisində. Bakı 2015 dövründə super remont elədi. İndiyənə kimi yüzlərlə komanda basketbol istifadə edir, voleybol istifadə edir, güləş istifadə edir. Yəni infrastruktur düzəlsin, əmin olun ki, o xeyrin görəcəyik. Yəni hər bir şeydə xeyrin görəcəyik. Eyni şeydə məsəl üçün deyirəm, biz yəni Peşəkar Futbol Liqası olaraq daxili yarışlara cavabdehik də. Bizim o Avrokuboklarda çıxış edən komandalar nəticə verəndə bizdəki o toy bayramı siz təsəvvür edə bilməzsiniz. Yəni bu azarkeşdən də betər. Niyə? Ən azından sən də sevinirsən ki, bizim gördüyümüz bir işin yekununda bir məhsul ortaya bir qulağından qırağından yapışdıq belə, əlindən tutduq ki, bir şey. Heç vaxt yəni deyirəm boğazdan yuxarı ifadə olmayacaqdı. Yəni çünki bunu biz oturub, yəni bir dəfə mən bilmirəm açıqlamalarına baxmısınız ya, Elxan Səmədovun bir dənə elə bir açıqlaması yoxdur ki, yəni belə deyək də pafoslu, qeyri-adi və yaxud da yoxdur. Niyə? Real şəraitdə etdiyiniz əsasında müəyyən bir şeylər. Hə, biz də kömək olmuşuqsa nə gözəl. Yəni həmin klubların heç işini özümüzə götürmək fikrimiz yoxdur. Uğurları hər birinin özünündür, hər bir şeydir. Amma ən azından biz də bilirik ki, bayaq Kamilo duran Maloda məsələsində də tamam transfer oldu, amma harda oldu da, yəni başa düşürsən. Niyə indiyən kimi olmurdu? Niyə bunlar harda oynadılar? Və yaxud da ki o statistika harda çıxdı? Həmin Maloda siz demişkən, sabahda oynayandan sonra satdılar da. Niyə elə əvvəldən satmadılar? Yəni bazı. Demək ki, bu çempionatın ən azı bir müəyyən bir şəkli var, müəyyən bir cızığı var, müəyyən bir prosesi var ki, orada da oynayandan sonra bir növbəti mərhələyə addaya bilirsən. Biz də sizə uğurlar arzulayırıq müəllim o yolda. Ümid edirik ki, Azərbaycan çempionatı da, yəni bu çempionat belə deyim son olaraq ki, inkişafdadır və bizim də əlimizdən gələn ancaq bu inkişafa dəstək olmaqdır. Çünki biz Azərbaycan futbolunu istəyiriksə, maraqlı futbol izləmək istəyiriksə, yəni biraz səbirli olmalıyıq. Bu məsələlərin qaydasına düşməyini gözləməliyik və zamanla, yəni bu inkişaf tendensiyasının çox yaxşı nəticələr olacağına inanıram mən. Biz necə də çox üzr istəyirəm, sözünüzü kəsdik. Biz mövsüm ərzində 700-dən yuxarı oyun təşkil etdik. Yəni bu kiçik rəqəm deyil. Yəni 700-dən yuxarı oyun və oyun da 11 nəfərin meydana çıxması deyil. Bu prosesdə yenə deyirəm, o qədər insanın əməyi var ki, tək PFL deyil. Burada sizin də yəni media sahəsi olsun, azarkeşi olsun, klubların işləri olsun. Yəni ən böyük xoşbəxtlik bir daha deyirəm ki, artıq bizdə müəyyən bir mərhələdə istər futbol sahəsində menecer, media sahəsində əməkdaşlarımız artıq görürük ki, klublara mətbuat katibi təyin olunur və yaxud hansısa bir prosesdə bizim futbolçularımızın ən sevindiyim əvvəllər bu idi ki, artıq danışmağa başlayıblar. Necə danışmağa başlayıblar? Kobud yox. Yəni çələkötür yox. Yəni o sizin rolunuzda var. Yəni bura kimsə dəvət edəsiniz, o baxır ki, mənim ətrafımda danışanlar çox yaxşı danışırlar. Mən heç olmasa biraz köməkləşim, bunları ayağa uydurum. Yəni bu proseslər olduğu müddətcə, baxın, bu hər hansı bir bu uğurun heç vaxt PFL-in uğuru kimi dəyərləndirilməyəcək. Azərbaycanın sabahın oynaması, bu ilə son olaraq danışırıq. Hər bir qələbə Azərbaycanın reytinqinə orada yazılmır, PFL-in reytinqi yazılır. Yazılır Azərbaycan əmsalı, Azərbaycan reytinqi. Bu reytinq nə imkan verir? Sabah Azərbaycan klublarından hər hansı biri bir addım öndə olsun, bir addım imkan verir. Və bu birlikdə, sizlə birlikdə ümid edirəm ki, o inkişaf mərhələsinə gəlib çatacağıq. Müəyyən bir strategiyamız olacaq. Bu hamısı birlikdə, yəni yenə deyirəm, AFFA, PFL, klublar, media, hamı bir komanda olaraq belə deyək də o həmişə
Rövşən Nəcəf də, AFA prezidenti Rövşən Nəcəf də çıxışında deyir ki, ekosistem çox önəmli bir şeydir. Bu ekosistem birlikdə, yəni bir-birinə bağlı şəkildə çalışdığı müddətcə koordinasiya yəni bu nəticə mütləq olacaq. Hə, neçə ilə olacaq və yaxud hansı mərhələdə olacaq o sual altındadır. Amma ən azından mən öz şəxsim adına deyirəm ki, inanıram ki, olacaq. Yəni ümid edirəm, arzulayıram belə. Sənan bəy, bu gün qonağımız PFL nümayəndəsi kimisiniz siz. Mən belə deyək də PFL-in ən azından komandanın müəyyən bir hissəsini tanıdığıma görə deyirəm. Sizin komandada bir vaxtlar Azərbaycan futbolunun belə deyək də o çatışmazlıqlarını, problemlərini ən çox işıqlandıran, qabardan insanlar cəmləşib orada və düşünürəm ki, sizin görəcəyiniz işdən məhz bizim bu problemləri zamanla yavaş-yavaş aradan qaldırılmasına çox böyük dəstək olacaq. İnşallah mənim də arzum o idi əslində bura təyin olunanda. Kənardan yenə deyirəm o klub sistemini inanın, yəni jurnalist olaraq bir başqa dünya var. İçəri girirsən tamam başqa bir dünya var. Yəni jurnalist olaraq da asan deyildi. Yəni kənardan işıqlandırdı, amma klub sisteminin içərisində həqiqətən siz dediyiniz kimi, yəni tək PFL-in içərisini qoyaq qırağa, həqiqətən əziyyət çəkən Azərbaycan futbolunda insanlar var ki, İnşallah yorulmasınlar onlar. Yəni onlar yorulmasınlar və birlikdə nəyəsə Azərbaycan yendirim. Həmişə o qarşısında Azərbaycan yazıldığı müddətcə nə PFL var, nə Sənan var, nə digərləri var. Orada Azərbaycan varsa, Azərbaycanın futbolu təmsil olunursa, digər məsələlər, nüanslar 10-cu dərəcədir. Təşəkkür edirəm bir daha. Bizim Oxaz kollektiv adına sizə bir kiçik hədiyyəmiz var. Çox sağ olun, minnətdaram. Siz sağ olun. Təşəkkür edirəm. İnşallah bəyənərsiniz. Sağ olun. Minnətdarıq ki, bu gün bizdən bir yerdə iştirak edib çox maraqlı söhbət alındı. Dəyərli izləyicilər, siz də öz fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Top artıq sizdədir.